Neyse, biz bugün səndən Səməd Vurğunun yaradıcılığını sual-cavab eləyəcəyik. De görüm mənə, yaradıcılığa nə ilə başlayıb Səməd Vurğun? İlk şeirlərlə başlayır. Aha, hansı növlərdə yazıb? Hər üç növün üçündə də yazıb. Düzdür. Hansı vəzinlərdə yazıb? Hər üç vəzində yazıb. 32-ci ildə hansı vəznə yenidən geri dönür? Heca vəznindən. Düzdür. Şeir kitabları var. 30-cu ildə Şairin andı, 32-ci ildə isə Fanar adlı şeir kitabları var. Aha. Həmin bu şeirlər kitabına daxil olan şeirlərini say. Şairin andı, Şairin səsi, Səriyənin ölümü və hərəkət. Düzdür. Ölən şeirlərimin ili 31. orada yəni Yeni dövrə ölən qədəm qoydu. şeirlərimlə nə deməyə çalışıb? Yeni dövrə qədəm qoydu onu bildirir. Düzdür. Ondan sonra beynəlxalq mövzuda yazdığı şeirlər. Qızıl şərq və Rot Front. Aha. Bir də ictimai məzmunu ilə bağlı bu ikisi ilə birlikdə həm də əlavə də 2 dənə şeir yazıb. Bunlar hansılardır? Fanar və Raport. Düzdür. Ən məhsuldar dövrü yaradıcılığına. 33-41. Həmin bu 33-41-ci illərdə yazdığı şeirləri. Azərbaycan, Təbriz gözəlinə, Şairin ölümü. Düzdür. Poemaları. Komsomol poemasının əsası səsi, Muradxan, Bəsti, Macəra və Ölüm kürsüsü. Daha sonra həmin bu dövrdə 2 dənə də pyes yazıb. Bunlar hansılardır? 37-ci ildə Vaqif, 39-cu ildə Xanlar pyesi. Düzdür. Daha sonra bir də onun tərcümələri var və məhz bu dövrə əhatə edir tərcümələri. Onları da say. Rustavellinin Pələng dərsi geymiş pəhləvan, Nizami Gəncəvinin Leyli və Məcnun, Aleksandr Sergeyeviç Puşkinin Yevgeniy Onegin əsəri. Düzdür. Sonra bunun yaradıcılığı 2 xətt üzrə inkişaf edir. Hansı xəttlərdir? Birinci xəttdə əsasən vətənin tərənnümü, dövlət şənliklərinə yer verdiyi, ikinci xətt isə Sovetin tərənnümünə yer verdiyi. Ancaq bizə məlumdur ki, ikinci xəttdə də vətənin tərənnümünə və vətənpərvər ideyalarına yer vermişdir. Hə, düzdür. Daha sonra müharibə dövrü başlayır. Müharibə dövründə də vətənpərvərlik duyğularını əks elətdirdiyi 2 misra denən mənə. Bilsin, ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm, mən də bugün. Ay sağ ol. Daha sonra müharibə dövründə yazıb, müharibədən bəhs edən əsərləri var və bununla yanaşı həm də müharibə dövründə yazıb, amma müharibədən bəhs etməyən əsərlər də var. Evet. İndi sən mənə müharibə dövründə yazıb və müharibə ilə bağlı olan şeirini denən və mövzusu da hansı mövzuda olsun? Deməli, övladlarını yola salan valideynləri övladlarına öyüd nəsihətlərini əks etdirən 2 şeir var. Bunları deyək. Ananın öyüdü və qoca qəhrəman dedikləri. Düzdür. Daha sonra Azərbaycan o döyüşçü obrazını canlandırıb hansı şeirlər? Azərbaycan balası, bir də partisan balaş. Bir də deməli arxa cəbhədəki insanların fədakarlığı. Qız xanımın hünəri. Düzdür. Daha sonra müharibə ilə bağlı fəlsəfi şərhini verdiyi şeirləri var. 2 şeiri var ki, müharibə insanlıq üçün şərdir, bəladır, deyəsin. İstiqbal tərənnəsi və 4 söz şeiri. Bir dənə də pyesi var. İnsan pyesi. Bu mövzuda, düzdür, insan pyesi. Gəlirik bunun müharibə dövründə yazıb, amma müharibədən bəhs etməyən bir pyesi var, 3 dənə də poeması var. Bunların adını say. Poemaları bunlardır ki, Hürmüz və Əhrimən, Ayın əfsanəsi, Bakının dastanı. Pyesi isə Fərhad Bəşirin pyesidir. Düzdür. Daha sonra gəldik, müharibə dövrü bitdi və yaradıcılığı yenə də rəngarəngdir, müxtəlif mövzulu şeirlər yazıb müharibədən sonraki dövrdə. Onlar hansı şeirlərdir? Avropa xatirələri silsiləsində Körpünün həsrəti, Yada sal məni, Mən tələsmirəm, Bəstəkar və Şairinə tez qocaldın sən. Daha sonra poemalar yazıb. 48-ci ildə Zəncinin arzuları, 48-49 Muğan, 50-ci ildə isə Aygün. 50 və 51-ci ildə Aygün. Burada epik təqdimi geniş yer verilib, yoxsa lirik təqdimatı daha çox geniş yer verilib poemasında? Epik. Epik təqdimi daha çox geniş yer verilib. Və salam, müraciət etdim. Təşəkkürlər.